Salam hər kəsə. Bugünkü test izahımızda biz metr, ritm, xanə və tempə aid testləri işləyəcəyik. Testlərimizdə davam eləyirik. Bundan sonra testlər 2, 4 və 6-cı gün həftənin bu günləri paylaşılacaqdır. Həftədə bir gün, yəni bir dəfədə musiqi nəzəriyyəsinə aid testlər paylaşacağam. Qeyd edim ki, bugün işləyəcəyimiz testlər metr, ritm və xanə bölməsinə aid testlərdir ki, siz bu dərslərin izahını da kanalımda tapa bilərsiniz. Hər bir dərsin izahı kanalımda paylaşılır. Başlayaq. Keçirilən mövzulara dair suallardır. 4-cü bölməmizə aid suallardır. Birinci sualımızda metri soruşur bizdən. Metr nəyə deyilir? Biz ilk dəfə metrik keçmişik bu bölməyə keçəndə. Metr nə idi? Musiqidə güclü və zəif hissələr olur. Bu hissələrin növbələşməsinə metr deyilir. Yəni bu saniyə ərzində, yəni 5 saniyə güclü, sonra 6 saniyə zəif, fərqi yoxdur saniyəsinin təbii ki. Yəni müntəzəm vurğularla bölünməsidir. Musiqinin ritminin müntəzəm vurğularla bölünməsinə deyilir metr. Davam edək ikinci sualla. Metrin vurğulu hissəsini soruşur. Bizə necə adlanır? Metr ümumiyyətlə iki yerdə mövcud olmuş olur. Vurğulu və vurğusuz hissə. Vurğulu hissə nədir? Elə üçüncü sualda soruşur ki, metrin vurğusuz hissəsi necə adlanır? Deməli, güclü olur, zəif olur. Hissələr ikiyə də bölünür də. Bunun adı vurğulu və vurğusuz olaraq adlandırılmışdır da. Məsələn, güclü hissə vurğulu hissədir. Vurğusuz hissə zəif hissədir. Deməli, ikinci sualın cavabı olacaq güclü hissə. Üçüncü sualın cavabı olacaq zəif hissə. Məsələn, biz bir söz deyirik də, A hərfi verilib bizə o sözün bitirincə, o A hərfinin üzərində ştrix qoyulub, vurğu qoyulub. Biz nə edəcəyik? O hərfi daha da yüksəkdən, ucadan deyəcəyik, uzadacağıq. Musiqidə də bu belədir. Notun üzərində vurğu verilibsə, yəni metrin vurğulu, vurğusuz olduğunu anlayacaqsınız onsuz da. Biz orada pianoda çalanda vurğu ilə çalacağıq, ya bizə verəcək qara pillə ilə çalacağıq, ya da ki uzun çalacağıq. Davam edək. Deməli, 4-cü sualda xanəni soruşur bizdən. Xanə və xanə xətti nədir? Xanə nədir ümumiyyətlə? Ümumiyyətlə, xanə not sətrinə dayanır. Öyrənmişəm bu dəstələrin hamısını. Hələ 3-cü dəstərindən başlamışam not sətrinə. Belə olur not sətri. 1, 2, 3, 4, 5 xəttdən ibarət olur. Bu 5 xəttdə notlar yazılırdı. Dediyim ki, mən həmişə deyirəm ki, notlar 7 dənə notumuz var. Do, re, mi, fa, sol, ya, si, do. Oktavada 8 götürülür, amma notda 7 dənə notumuz var. Bu notların hamısı bu xəttlərin içində yazılmır. Altında və üstündə olmaqla yazılır. Qaydamız da belədir. Elə xanədə də notların müəyyən sayda ölçülərlə birləşdən hissəsidir xanə. Xanə xəttidəki, yəni ayıran şaquli xəttdir. Xanədən biz keçmişik də bu xəttlərlə şaquli xəttlər sayılır. Xanənin ölçüsü nə ilə təyin olunur? Xanənin ölçüsü ümumiyyətlə bir dənə qayda var sizə deyim. Xanəni keçən çox şey keçməmişəm mən orada. Düz izahı geniş eləmişəm, amma ki xanənin ölçüsü tez-tez dəyişərsə bu dəyişən metr adlanır. Həmişə ona görə mən birinci xanəni keçdim. Dedim ki sizə bu metri keçsəm bax deyəcəm xanənin ölçüsü tez-tez dəyişirsə dəyişən metrdir. Dəyişməzsə dəyişməz metrdir. Yəni ki dəyişməyən metrdir də. Siz deyəcəksiniz ki xanə nədir? Bu sual yaranmasın deyə mən birinci xanəni keçdim. Xanənin ölçüsü tez-tez dəyişəndə dəyişən metr, fərqli metrdə xanənin ölçüsü dəyişir. Xanə ölçüsü nədir? 4-dəki 8-də 6 xanə ölçüsü var, bir sürü xanə ölçüsü var. 4-də 3, 4-dəki 8-də 6 çoxdur xanə ölçülərimiz. O verilir bizə. Bunlar harda verilir? Skripka çarımızın qarşısında verilir bunlar. Neçə, yəni burada xəttlər çəkilir də indi. Not sətrinin xəttləri çəkilir. Orada verilir hamısı aydın şəkildə. Deməli, sualımızın cavabı isə olacaq. Yəni ki, tam bir cavab vermək mümkün deyil. Buna göstəricədə ölçü göstəricisi ilə xanə nəyin ölçüləcəyi başqa? 4-də 2-dir, 4-də 3-dür, 6-də 8-də 6-dır daha doğrusu. Bunlar ölçü göstəricilərdir. Bunlarla ölçülür xanə. Xanə elələri var ki, cihazla ölçülür. Xanə yox ha. Başqa indi var da, indi musiqidə başqa terminlər də var, başqa mövzular da var. Burada cihazlar görəcəksiniz, amma ki xanənin cihazı yoxdur. Xanə neyin ölçülür? Xanə ölçü göstəricisi ilə ölçülür. Bu ölçü göstəricisi açar işarəmizin, istəyir bas açarı, skripka açarı olsun. Bu işarənin qarşısında verilir. Davam edək. 6-cı. Xanənin neçə növ var? Xanənin 2 əsas növ var. Sadə mürəkkəb. Bir də qarışıq xanələr var. 3 dənə növ var ümumilikdə. Sadə xanələr bir dənə əsas döyüntü deyirlər də indi xanədə. Döyüntüdən ibarətdir də. 4-də 2-dir, 4-də 3-dür, 4-də 4-dür. Mürəkkəb xanə bir neçə sadə xananın birləşməsidir. Məsələn, 8-də 6, 8-də 9,
8'də 12, 8'də 6 biraz qarışıq gələ bilərsə, 8'də 6-nı deməyək. 8'də 9, 8'də 12. Biz riyaziyyat keçəndə keçmirsiniz. Düzgün kəsirlər, düzgün olmayan kəsirlər. Bu da 12 idi. Düzgün kəsirlər 4'də 2, 4'də 3, 4'də 4. Düzgün kəsirdə də, düzgün kəsirdə sadədir. Yəni sadə kəsirdə. Sonra mürəkkəb oldu. Siz biraz başa düşməyəcəksiniz bunu. Yazılıb oradakı şey, 8'də 9, 9 8'dən böyükdür. Sürət məxrəcdən böyükdür. Və burada artıq nə yaranacaq? Mürəkkəb xanə yaranacaq. Çətinləşəcək. Qarışıq xanə də var. Müxtəlif ölçülü xanələrin növbələşməsidir bu. Üstəgəllə hesablanır. Xanənin hesablanmasının ölçülməsini keçmişdim mən keçəndə. 4'də 2 idi. 4'də 2 üstəgəl 8'də 3 məsələn. Budur da, yəni xanənin ölçülməsi bundan ibarətdir. Fərqli burada çətin olan bir şey yoxdur. 7-ci tapşırıqla davam edək. Sadə xanələr hansı hissələr üzrə güclü olur? Hansı hissəsi? Birinci hissəsi güclü olur da, yəni sadə xanənin. Qalanlar zəif olur da. Məsələn 4'də 3'də 3'də bir güclüdür, 2 zəifdir də. Yəni keçəndə izah eləmişəm tapılmasının hamısını baxa bilərsiniz. 8'də deyir, hansı xanələr mürəkkəb xanələr deyil? Yəni sadə xanələr mürəkkəb xanələr deyil də. Yəni 4'dəki misal göstərək. 4'dəki, 4'də 3 nə deyək, 4'də 4 deyək, mürəkkəb olmayan xanələrdir, yəni sadə xanələr mürəkkəb xanə deyil də, bu qədər asan. Qarışıq xanələr nəyə deyilir? Bayaq dediyim kimi, qarışıq xanə müxtəlif ölçülü xanələrin növbələşməsinə deyilir. 10. Dəyişən metr nəyə deyilir? Metr 2 yerə bölünürdü. Xanənin ölçüsü tez-tez dəyişərsə bu dəyişən metr adlanır. Metr xanənin ölçüsündən asılıdır. Əsər boyunca ölçülərin dəyişməsi halına deyilir dəyişən metr. Ölçülər dəyişir də, tərtib işarələri keçəndə də tərtib ölçülərdən istifadə olunur. Keçmişəm bunları. O suallar var burada. Xanə xaricini soruşur. Bəzən qarışdırırlar. Xanə xaricində olmalıdır. İstəyir əvvəldə gəlsin, istəyir sonda. Xeyr, belə deyil. Xanə xarici xanənin əvvəlində ölçüyə daxil olmayan qısa hissədir. Birinci not tam ölçülü, yəni doldurmur məsələn. Birinci not verilir, tam hissəni doldurmur bu. Çünki nədir? Xanənin barində da əvvəlində gəlməsi mütləqdir bunun. Sonda gələndə sayılmır artıq. Sonda yəni xanə xarici gəlmir. Keçmişəm o dərsi. Bu qədər belə düşmür. Bu sınaq kimidir bunlar. Yəni ki, bölmə özrədir. Sınaq imtahanlarına belə düşmür. Mən Azərbaycan adlarını keçəndən sonra əsas ladlardır. Azərbaycanda düşən ən belə əhəmiyyətli mövzulardır. Belə ladlardır. Ladları keçəndən sonra ona uyğun çox test işləyəcəyik. Testlərdən işləyəcəyik də. Bunlar test deyil. Bunlar elə belə elementar musiqi nəzəriyyəsi kitablarının sonunda verilən test suallarıdır. Mən cavablandırıram. Davam edək. 12-ci sual. Qruplaşma nədir? Qruplaşma nədir? Ritmik dəyərlərin birləşib müxtəlif qruplar əmələ gətirməsidir. Aha. Şərti ölçülər. Duol, triol, kvartol, sextol, septol və s. Onlara aid suallar var. Yadınıza salaram lap indi o suallar gəlsin bir dənə. 13-cü sualda ritmi soruşur. Nədir ritm? Ritm pauzalarda əsaslanır, səsə də əsaslanır. Musiqidə səs və pauzaların uzunluq və qısalığına görə düzülüşüdür. Nə? Musiqidə səs və pauzaların uzunluq və qısalığına görə düzülüşüdür. Uzun pauza var, orta pauza var, qısa pauza var. Səsdəki indi nota basasan 3 saniyə saxladın, daha uzanacaq. Əlvi elə 1 saniyə basıb çəkən kimi əlbəttə ki, daha uzun olacaq. Burada fərq yaranır. Bu deməyə gəlir ki, musiqidə səs və pauzaların uzunluq və qısalığına görə düzülüşüdür. Həm də ki, yəni musiqinin ifadə vasitələrindən biridir. Ritm müntəzəm hərəkət deməkdir. Bu qədər sadə. Bunun həngaməyə ehtiyac yoxdur. Müntəzəm hərəkətdir, bu qədər. 14. Sinkopanı soruşur. Sinkopanı da dərs keçmişəm. Mən sinkopa dərsini keçmişəm. Sinkopa nədir? Sinkopa zəif hissəyə ilə başlayan notların güclü hissəyə keçməsidir. Vurğunun yerini dəyişməsidir. Vurğu yerini dəyişir. Bayaq keçən dedim ki, vurğu haqqında söz dedim sizə. Vurğu hansı notda düşübsə, o not daha da belə güclü mü deyim, cəld olacaq. Sinkopa ümumiyyətlə 3 yerə bölünür də. Xanə daxili, 2 xanə arası və pauzalar arası sinkopa. Deməli, 3 yerə bölünürdü. Sinkopa musiqi əsərinin güclüdən zəifə keçməsidir. 3 yerə bölünmə daha asan olacaq. Yəni də indi notlar veriləcək. Məsələn 4-4 xanə ölçündə xanə daxilindən danışıram. Xanə daxilində sinkopa daha asandır. Veriləcək notların aşağısında nöqtələr və liqa ilə birləşdirəcəksiniz. Bu qədər sadə. Davam edək. Deməli 15-ci sual. Sinkopa hansı üsullarla alınır? Hansı üsullarla alınır? Heç nə pauza ilə alınır. Pauza arasında
Bir də ki, notun bir dənə legato işarəsi var ha, keçmişik. Biz templərdə keçirdik. Səfərlərimizə templərdə mən onu keçmişəm. Templəri keçmişəm ümumiyyətlə. Tempmə də gələcək indi. Narahat olmayın. Bu işarənin arasında, yəni sinkopa ya pauza ilə ya da notun bağlama işarəsi ilə alınır. Legatodur bağlama bildiyiniz kimi. Bu qədər. Keçdik tempə. 16-cı sualda temp soruşur bizdən. Temp nədir? Temp musiqinin ifa sürətidir. Yavaş, orta və tez templərə rast gəlmək olur. İtalyan dilindən götürülmüşdür templərin hamısı. 17-ci sualda ağır templər hansılardır deyir. Gəlin indi mən sizə açıqlayım bunları. Nə qədər uzanırsa video uzansın, əsas odur ki, başa düşəsiniz. Əsas öyrənməkdir. Yəni vaxtın önəmi yoxdur. Elə vaxtınızı belə şeylərə sərf eləsəniz daha dəyərli olar vaxt. Nəysə. Keçək, o deməli 17-ci suala keçdikdə, ağır templər hansılardır? Ümumiyyətlə ağır templər nədir? Ağır templər musiqidə musiqi əsərinin xarakteri temp adlanır. Gəlin başdan başlayaq. Temp musiqi əsərinin xarakteridir. Mən bu sualları ona görə tərtib edirəm. Mən niyə test başlatdım? Mən əvvəllər test paylaşmırdım ki, mövzu izahını paylaşmışam, artıq 30-a yaxın mən dərs paylaşmışam. Həftədə bir dəfə, 30 həftədə, yəni həftədə bir dəfə dərs paylaşıram. Mən 1-2 həftədir ki, başlamışam dərslərə. Onu da həftənin bazar günləri paylaşırdım mən dərsi. Elə onu da paylaşardım şənbə günləri, bir gün test. Mən testi həftədə 3 gün paylaşıram. İkinci gün, dördüncü gün və altıncı gün təzə çıxartdım. Çünki o biri günlər alınmır. Dalbadal kürdəslər alınmır elə. 2, 4 və həftənin şənbə günləri. Paylaşıram bunları. Mən niyə keçdim bunlara? Mövzunu qavraya bilməyiniz üçün. Mən demirəm, sınavda bu düşəcək, mütləq bu düşəcək, testdə. Ümumiyyətlə, abituriyentlərin qəbul imtahanları var. O sualları, çətin deyil suallar əslində, başa düşmək lazımdır. Yəni, mən eləyə bilirəm şəxsən o sualları. Abituriyentlərin qəbul imtahanı var, onlara aid suallar da təşkil edəcəm. Təşkil edəcəm, tapacam. Bunlar mənim təşkil edəcəyim suallardır. Bunlar elementar musiqi əcələsindəndir. Mən tapırdım. Mən özüm də təşkil eləmişəm. Birinci, ikinci, üçüncü, hətta mənim elədiklərim də onlar. Yəni ki, səhv eləmirəmsə bu 5-ci ya da 6-cı olacaq bu test izahımız. Neysə. Ağır templər nə idi? Ağır templər çox yavaş, çox sakit, çox ağır. Piano basanda elə yavaş basırdım. Basırdım bir notun üzərində 5 saniyə, 6 saniyə saxlayırdım. Test templər nədir? Tez bilinmir hara. Baxın mənim paylaşdığım şeyə. Deməli bugün paylaşmışam da o bölmə var, mövzular bölməsində foto paylaşılan yerdə 28 oktyabra baxın orada paylaşmışam bir dənə not yazısıdır. Çox dahi bəstəkarın, yəni əsəridir o. Baxa bilərsiniz orada bilirsiniz nə qədər test tempdən istifadə olunur. Xanənin xətti görünmür. O qədər işarəsi var ki, şərti işarə, dinamik işarə, ritmi, tempi, sinkopası. Çox çətindir onu ifa etmək pianoda. Mən çox çalışardım, onu öyrədim sizə. Musiqi nəzəriyyəsini bitirdikdən sonra mən bəstəkarların həyatı haqqında danışmaq istəyirəm. Onu da bitirsək, keçəcəm artıq pianoda əsər çalmağı öyrədəcəm ya da ki, musiqi oxuyarıq. Yəni ki, kanalımı bağlamayacam da. Dərs qutaran kimi, nəzəriyyət qutaran kimi yığışdırmayacam kanalımı. Davam edək. Soruşur bizdən ağır templər hansılardır? Ümumiyyətlə, ağır templər dedik nə olduqlarını, çox yavaş templərdir. Largo çox geniş deməkdir, geniş. Larghetto, o da geniş deməkdir. Largo çox geniş, larghetto genişdir. Bunları deməkdə çətinlik çəkə bilərsiniz. Ola bilər hərf səhv eləyəsiniz, C-ni C oxuyasınız falan. İtalyan dildir, bu Azərbaycan dilində deyil ki, eybi yoxdur yəni. Lento, yavaş deməkdir. Ən yaxşısı da ki, lentodur, bir də adagiodur. Bu sakit deməkdir, adagiodur, o da ağır tempdir. Bir də var grave, yəni ki, ağır deməkdir. Davam edək. Orta və tens templəri soruşur bizdən bir dəqiqə 18-ci sualda. Nə deyir bizə? Orta və tens templər hansılardır? Orta templər andante, asta. Andantino. Belə daha yaxşı olur deyəndə yadda qalır. Andantedən tez. Andante astadır, asta. Andantio, andantedən tez.
Deməli, andante astaydı, asta çalırdım. Andante andantedən biraz tez. Amma orta sürətdə yox ha. Orta sürətlə astanın arasında. Moderato bizim ən çox rast gəldiyimiz, yəni əsərlərdə, orta templi əsərlərdə ən çox rast gəldiyimiz termin budur. Orta sürətdə deməkdir. Allegretto. Allegrodan asta deməkdir bu. Başa düşürsünüz yəqin ki, nə demək istəyirəm. Orta sürətdən biraz çox. Tezdən meyilli, amma tez yox. Tez templər, niyə sildim? Hə. Tez templər hansılardır? Allegro cəlddir. Allegrodan asta idi, dəl o biri də axırıncı. Viva tez sürətli. Presto. Presto çox tez deməkdir. Prestissimo son dərəcədə tez. Həmişə bilin ki, bu testimodur, istimodur. Bunlar gələndə daha da artır. Necə artır deyəndə ki, deyəcəksiniz ki, presto çox tezdir. Prestissimo son dərəcədə tez oldu da, azaldı da, xeyr azalmadı. Onun dərəcəsi artır. Dərəcəsi artır. Azalmağın elə önəmi yoxdur. Biraz sözümü bir dənə də qulaq asın. Başa düşəcəksiniz nə demək istəyirəm mən. Musiqidə dinamik şairlər necə adlanır və hansı dildə yazılır? Çox maraqlı mövzuydu. Bunu keçəndə mən demişdim sizə. Piano, forte, piano pianissimo, forte fortissimo, mezzo forte, crescendo, diminuendo. O qədər izah eləmişəm ki, piano P hərfi, forte F hərfi, dinamik işarələr səsin gücünü göstərir. İtalyan dilində yazılır. İtalyan dili önəmli bir dildir. İtalyan dilini siz elə belə hesab eləməyin. Musiqidə İtalyan dilindən gəlmə çox termin var. Keçəcək də bitməyib. Dinamik işarələr bitdi, bu başqaları bitməyib. 20-ci sual. Hansı ölçülərə şərti ölçülər deyilir? Yəni qeyri-bərabər döyüntülərin olduğu ölçülərdə şərti ölçülər. Bu qədər. Yəni şərti ölçüləri keçmişik də. Bir səhv eləmirəmsə mən şərti işarələri keçmişdim. Şərti işarələri keçəndə biz nə deməkdik? Şərti işarələr var. Bir şərti işarə var, bir şərti ölçü var. Şərti ölçü sextol, septol, novemol, desimol, duol və s. Amma şərti işarə, şərti bizdə nə soruşur? Şərti ölçü soruşur, işarə soruşur. Burada işarə soruşur. Deyirəm ki, mən şərti ölçü soruşur. Şərti işarələr fərqlidir, şərti ölçülər fərqlidir. Əgər şərti ölçülər, şərti işarələr deməkdir də, fərqlidir, amma eyni şeydirlər. Şərti ölçülərin işarələri var. Onlar şərti işarələrdir. Amma şərti işarələr də var əlavə. Dərslərə baxa bilərsiniz oradan. Burada tam izah eləyə bilmirəm, video çünki çox uzanır. Testin 23 dəqiqə olmağına baxmayın. Hardan gəlirik, vaxt keçir, videoya baxanda anlamırsınız heç bunu. Cavabımız oldu deməli, musiqidə qeyri-bərabər döyüntülərin olduğu ölçülərdir. Ən çox işlədilən 21-ci sual. Ən çox işlədilən şərti ölçülər hansılardır? Şərti ölçü deyir bizə, hə? Ən çox işlədilən şərti ölçülər deməli, şərti ölçülər deyildi. Ümumiyyətlə, ən çox işlədilən, yəni qəribə çıxır biraz. Trimol, kvintol, sextol, septol, novemol, desimol, duol, kvartol. Bunlar şərti ölçülərimizdir. 8 şərti ölçü var. Bir dənə də deyək. Baxın, sexta intervalını bilirsiniz, keçmişəm intervallarda. Sexta intervalı. Burada sextol var. Sexta intervalı neçənci intervalıdır? Yadınıza salın, 6-cı interval. Sextol 6 hissəyə bölünmə deməkdir. Görürsünüz, əlaqəlidir. Gələcəkdə inşallah septimana keçəcəyik. Septima intervalını deyirəm də, sexta intervalı. Üzülürsən, sexta intervalı. Yəni ki, bir-birindən əlaqəlidir mövzular. Bu adda çox bir-birinə yaxın deyil, amma ki, musiqidə terminlər bir-birinə bənzəyirlər, çox bənzəyirlər. Gələcəkdə də ki, indi nə keçəcəyik? Septakorları keçəcəyik, orada da çox rast gələcəksiniz belə şeylərə. Septakorlar çox çətin, çox asan həmçinin də çox maraqlı bir bölmədir. Davam edək. 22. Duol və kvartol nəyə deyilir? Şərti ölçüləri duol və kvartol. Duol və kvartol əlavə olaraq bir qeyd kimi götürək onu. Trimolda uzunluğunun birə bölünməsindən idi. Kvintolda 5-ə, sextolda 6-ya, septolda 7-yə, novemolda 9-a, desimolda 8-ə, duolda nöqtəli notun 3 hissə əvəzinə 2 hissəyə bölünməsi. Kvartolu isə 8-cidir bizdə nöqtəli not. O da nöqtəli notun 3 hissə əvəzinə 4 hissəyə bölünməsi. Yəni 3 hissədir. 3 hissə. Bunun əvəzinə bölünüb 4 hissəyə. Bu qədər sadə. Bu burada 3 hissədir. Bunun əvəzinə bölünüb 2 hissəyə. Bu qədər sadə.
Nöqtəli not olma. Nöqtəli not nədir? Bütöv notdur. Yanında bir dənə nöqtə qoyurlar. Oldu nöqtəli not. Bu qədər. Bir dənə izah eləyim də mən sileyim buranı. Daha da genişləndirə bilsəydik bu ağ ərazini yaxşı izah eləyə bilərdimi? Dolu göstərim. Baxın, nöqtəli notdur, bərabərdir. Nə demişdik? 3 hissə əvəzinə 2 hissəyə bölünməsi. Bu neçə hissədir? 3 hissə əvəzinə 2 hissəyə bölünməsidir. Buradan da əmələ gəlir. Baxın. Bir belə bir də 2 dolu. Bu qədər sadə. 2 hissəyə bölünməsi. 2 dolu, 2 boş fərq eləməzi elədir qayda. Kvartalda da nöqtəli not bərabərdir. 3 dənə yenə bu notdan. O da 4 dənə. Orada ox qoyacağıq. Bax. Bax kvartalda belədir. Ox qoyacağıq. Niyə edəcəyik? 1, 2, 3, 4. 4 dənə çəkəcəyik. 3 dənə idi belə notlar. Oldu 4 dənə. Sual verəcək. Siz bilirəm ki, diyəcək axır bu notdur da, bu bütöv notdur. Bundan nətər əmələ gəldi bu? Mən də deyəcəm ki, gedin dinamik işarələr dərsinə baxın, şərti ölçülər dərsinə baxın. Əla başa düşəcəksiniz. Yaxşı demirəm, əla başa düşəcək. Çünki çox yaxşı izah eləmişəm. Tərifləmək kimi olmasın özümə, çox yaxşı izah eləmişəm. Nəysə, dərsimiz bitdi. Ümid edirəm dərsi və videonu bəyəndiniz. Əgər dərsi və videonu bəyəndinizsə, kanala abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun hələlik. Bir də həftənin 4-cü gün dərsi paylaşacağam. Yəni həftənin 2, 4 və 6-cı günlərdə bundan sonra dərsimiz. Sağ olun hələlik.